Salam aleykum dostlar. Bu gün sizə çox dietik, çox və pratik yemək hazırlayacağam. Çox gözəl və dadlı. Balada tavamız qızdıqdan sonra zeytun yağımızı əlavə edirik. Və çolpamızı əlavə edirik. Və zövqə görə duzumuzu əlavə edirik. Və qapağımızı əlavə edirik ki, çolpa qəşəng pişsin. Və çolpamız orada pişənə qədər göyərtimizi doğrayırıq. Və çolpamız yüngül qızardıqdan sonra, bu vəziyyətdə qızardıqdan sonra qaroxumuzu əlavə edirik. Və konservlaşdırılmış qarğıdalımızı əlavə edirik. Və dostlar, bu qaydada sarı kökümüzü əlavə edirik. Və yüngül pişdikdən sonra dostlar, bir yerdə pişdikdən sonra düyümüzü əlavə edirik. 15 dəqiqə saxladıqdan sonra gör necə gözəl dəm aldı. Bəh, maşallah. Və dəm aldıqdan sonra göyərtimizi əlavə edirik. Dəm almamı göyərtisini vurmayın. Göyərti pişir, yapışır. Və dostlar, mən bunu süzməklə nış edəcəm. Məni çək. Bəh, nuş olsun, əllərə sağlıq.